Təhsildən söz düşmüşkən, ali təhsil cəmiyyətimizdə hər zaman öz yüksək dəyərini qoruyur. Lakin bugün əmək bazarında təkcə diplom yox, reallıqda iş görə bilən praktiki kadrlar xüsusi dəyər qazanır. Məhz bu balans fonunda gənclərimizin peşə seçimi necə formalaşır? Mövzunu əməkdaşımız Gövhər Mərdanova araşdırıb. Əlinizdəki diplom sizə iş zəmanəti verir, yoxsa əlinizdəki peşə? Bugün əmək bazarının tələbləri kökündən dəyişib. Şirkətlər artıq qovluğunuzdakı sənədlərə yox, dəzgah arxasında ya da texnoloji prosesdə nəyi bacardığınıza baxır. Bəs gənclər bu prosesə hazırdırmı? İllərdir cəmiyyətimizdə peşə təhsili ilə bağlı formalaşan stereotiplər yavaş-yavaş qırılsa da, vətəndaşların bu sahəyə baxışı olduqca maraqlıdır. Şəxsən peşə təhsilinə əslində yanaşmam yaxşıdır. Yəni ətrafımda da peşə təhsili ilə məşğul olan bir çox insanlar var. Yəni özləri çünki uşaqdan bəri məsəl üçün həvəsi olan şeylərə təhsil almadan belə, yəni onunla məşğul ola bilirlər və buna görə o yolu seçirlər. Mən tam olaraq razıyam olan fikirlə. Yəni mənə görə yaxşı bir şeydir peşə təhsili almaqda. Peşə məktəbini bizim cəmiyyətdə, bizim ölkədə bir çox insan bir növ batırır. Sanki deyirlər ki, ora savadsız insanlar, savadsız şagirdlər, oxumaq lazım olmayan şagirdlər ora yönəlirlər. Ancaq qətiyyən elə deyil. Yəni bu dünyada həmişə baş çıxarmaq üçün savadla yanaşı fərasət də lazımdır. Axmar restoranda var, onun şadlıq evləri var. Orada işləmək üçün mütləq o peşələr lazımdır ki, bu restoranlarda, şadlıq evində işləyə bilsin, öyrənə bilsin, xalqa xidmət edə bilsinlər. Bu çox gözəl işdir. Həqiqətən mən istəyərdim ki, bu sahə üzrə peşə məktəbləri artırılsın. Dünya İqtisadi Forumunun hesablamalarına görə 2030-cu ilədək mövcud peşə bacarıqlarının 44%-i transformasiyaya uğrayacaq. Hər kəsin ali təhsilə yönəlməsi bazarda diplomlu işsizlər ordusu yaratdığı halda istehsalat sektorunda real kadr defisiti yaşanır. Halbuki təcrübəli bir CNC operatoru və ya bərpa olunan enerji mütəxəssisinin aylıq gəliri bir çox masarxası ofis işçisinin məvacibini üstələyir. Bizim başa düşdüyümüz mənada klassik universitet təhsili artıq çöküş yaşayır. Təəssüflər olsun ki, bu hələ bizdə çox da dərk edilmir. Çünki əksəriyyət diplomum olsun, diplom qazanım, 4 il, 6 il universitet oxuyum, sonra isə gedib ən sadə işlərdə, operator, resept, müraciətdə, əməliyyatçı və s. 2-3-6 aylıq kursların həyata keçirilə bilən peşələrdə çalışırlar. Burada artıq cəmiyyətimizin maariflənməsinə ehtiyac var. Burada iki digər önəmli məsələlərdən biri ailələrin düşüncə tərzi, gənclərin maariflənməsinə ehtiyacımız var ki, peşə təhsili inkişafı üçün. Bir də peşə təhsili müəssisələrinin keyfiyyətli kadr vermə prosesi var. Peşə təhsili üzrə Dövlət Agentliyindən isə bildirildi ki, cari ildə quruma edilən müraciətlər və qəbul prosesi cəmiyyətin bu sahəyə olan marağını əyani şəkildə nümayiş etdirir. Peşə təhsili müəssisələrinə tələbə qəbulu 10 avqust tarixində yekunlaşmışdır. Tələbə qəbulunun ilk mərhələsində 40 minədək şəxs peşə təhsili müəssisələrində tələbə adını qazanmaq uğrunda müsabiqəyə qoşulmuşdur. Qeyd edim ki, keçən illə müqayisədə bu 10% artım deməkdir iştirakçıların sayında. Bu da peşə təhsilinə olan marağın ildən ilə artdığının göstəricisidir. Həmçinin digər bir halı qeyd etməliyəm ki, müsabiqədə iştirak edənlərin 45%-i qadınlar təşkil edir ki, bu da müsbət göstərici kimi qeyd etmək olar. Kompüter sistemlərində proqramlaşdırma, web dizayn proqram təminatı, mühasibat çotu, kiber təhlükəsizlik kimi ixtisaslara da 4000-dən artıq şəxs müraciət etmişdir. Təəssüflər olsun ki, bu gün universitetləri bitirən gənclər peşə tapmaqda əmək bazarında çox çətinlik çəkirlər. Çünki oxuduqları təhsil ilə əmək bazarının tələbləri üst-üstə düşmür. Və bu zaman nə baş verir? Bu zaman onun diplomu yararsız vəziyyətdə olur. Ya o öz ixtisasına uyğun olmayan işdə işləyir, ya da başqa sahələrdə belə deyək ki, özünü sınamağa çalışır. Bu baxımdan mən düşünürəm ki, biz peşə təhsili müəssisələrini ümumiyyətlə həm artırmalıyıq, həm inkişaf elətdirməliyik. Düzdür, dövlətin son vaxtlar Elm və Təhsil Nazirliyinin bununla bağlı layihələri var, peşə təhsilinin təbliği ilə bağlı yeni peşə məktəblərinin hazırlanması, təqdim edilməsi, peşələrə marağın artırılması məsələsi var. Və bu zənn edirəm ki, biraz da genişlənməlidir, biraz da daha sürətli şəkildə yayılmalıdır. Çünki peşə təhsili bugünün ən vacib təhsilidir. Və biz 3-6 aylıq kursları ilə çox yaxşı kadr yetişdirə bilərik və çox da yaxşı maaş ala biləcək kadr yetişdirə bilərik. Bir sözlə dəyişən dünya və müasir iqtisadiyyat bizdən diplom xatirinə illər sərf etməyi yox, real dəyər yaradan bacarıqlara yiyələnməyi tələb edir. Unutmayaq ki, gələcəyin əmək bazarında qalib gələnlər məhz əlini daşın altına qoymağı bacaran əsər mütəxəssislər olacaq. Gövhər Mərdanova, Hafiz Əliyev, Günəş Rızayeva, Spes Xəbər.